Min bir yalvar yaxarla icazə alardım ki, meydançaya gedirəm oynamağa. Evin yanında gözəl bir otlu sahə var idi. Stadion deyərdik də biz ona. Meydançada futbol oynayardıq, qaş tutdu oynayardıq belə. Tez də qayıdacağam. Anama deyərdim. Ancaq bilərdi ki, mən yalnız meydançaya getmək üçün icazə almıram. Bütün kəndin, əvvəlin, axırın, dərələrin, təpələrin hər yeri gəzəcəyəm və axşam gün batana yaxın tərqan içində gələcəyəm evə. Bu həmişə belə olmuşdu da, yəni belə görmüşdülər. Ona görə mən çıxan kimi biraz ki keçdi, anam gələrdi dalımca. Artıq tədbirlərə başlayardı. Əvvəl yoldan keçənləri deyərdi, anara deyəsiz gəlsin evə. Mən də oynayıram, indi yolun o tərəfindəyəm, ora gedirəm, bura gedirəm, belə. Bir görərdim ki, artıq kəndin adamları, hər kəs ki gəlir oradan yolu düşür, deyir, anan çağırır, anan çağırır. Bilərdim ki, artıq başladı, vaxt bitmək üzrədir. Özü gələrdi, görərdim gəlib qalıb orada, gözləyir məni və başlayardı çağırmağa. Amma elə o anlarda mən bunu hiss edərdim. İndi sonralar adam daha çox dərk edir. Hiss edərdim ki, bir nəfər məni çağırır, bir nəfər məni gözləyir, gözləri baxır mənə və biraz da oynamağım yaxşı keçərdi, əyləncəli keçərdi. Davadalaşlarda çox da üstümə gəlməzdilər. Yəni bu özü başqa bir ləzzətdir, başqa bir həzdir. Belə bir şey var, Quranın Qəsəs surəsində var. Musa Peyğəmbərin haqqında olan hekayədə var ki, Musa Peyğəmbərin anası onu qoydu zəmbilə, səbədə qoydu çaya, buraxdı. Onda Musa Peyğəmbərin bacısına dedi ki, get bunun dalıyca, arxasıca get. Bax gör hara gedir, bax gör nə oldu da ana qəlbinin fikri qalmışdı. İnanırsınız ki, bu özü elə bil ki, deyim, bütün övladların dəstəyi valideyn tərəfindən elə buradan başlayır. Və xüsusilə övlad onu hiss etsə, sənin doğman səni gözləyir arxada. Bu özü insana gözəl bir təəssürat verir.